Şəkildə göstərilən yarpaq düzülüşü olan bitki zoğunun müəyyən hissəsində eyni sayda buğum arası varsa, bu hissədə maksimum neçə tumurcuq əmələ gələ bilər? Şəkildə qarşı-qarşıya düzülmüş bitkimizi göstərilibdir, veriblər və burada bitki zoğun müəyyən hissəsində eyni sayda buğum arası vardır. Biz bilirik ki, buğum arası həmişə eyni çıxaq 1 olur və buradan buğumu tapmaq istəyiriksə n plus 1 edirik bunu, buğumun sayını tapırıq. Və bu hissədə maksimum neçə tumurcuq əmələ gələ bilər deyir. Həmin hissədə, bu hissədə neçə tumurcuq əmələ gələ bilər. Və n plus 1-dən biz tapdıq buğumun sayını və tumurcuqla yarpaq sayı bərabər olur. Ona görə də bu qarşı-qarşıya düzülüş olduğu üçün bunu da 2-yə vurmuş olaraq. Düzgün cavab 2 vurulsun, mütərizədə n plus 1 olacaqdır. Qarşı-qarşıya düzülmüşdə yarpaqların sayı qədər tumurcuqlar olurdu. Yarpaq qoltuğunda yerləşirdi bu da. Və bu 4 dənədir deyək ki. Bizim şəkildə göstərilən bitkimizdə rəqəm qoysaq əgər yerinə, deyirdi eyni sayda buğum arası var. Yəni n-imizin qiyməti 1-dir, bir dənə buğum arası var deyək ki. Və 1-in üstünə 1 gəlirdik, olurdu 2. Və bunu da 2-yə vururduq, olurdu 4. Bəli, niyə 4 oldu? Çünki 4 dənə tumurcuq, 4 dənə də yarpaq görürük bunun üzərində. Bu qaydada qarşı-qarşıya düzülüşdə.